Salam. İçkilərlə dünya tarixində gəldi sıra 3-cü videoya. Zamanla da yavaş-yavaş irəli gəlirik. Artıq miladdan sonra 1-ci minilliyə yaxınlaşmışıq və bu 3-cü videoda biz distillə olunmuş içkilərdən danışacağıq. Distillə olunmuş, yəni damıtılma yolu ilə əldə edilən içkilərdən danışacağıq. Rom, viski, brendi və s. və müstəmləkə dövründə distil edilmiş spirtli içkilərin əhəmiyyətinə baxacağıq. Niyə onlara bəzən həyat suyu deyiblər, niyə it öldürən deyiblər, hansı inqilablara yol açmışdır, kölələrlə bağlı müstəmləkəçilik dövründəki əhəmiyyəti, rolu və s. Və biz bu dövrə baxanda çox qəribə bir situasiyaları yenə də görəcəyik həmçinin. Deməli, beləliklə tarixdə distillə olmuş içkilərlə dünya tarixi videosuna başlayaq. Deməli, miladdan sonra 1-ci minilliyin sonunda artıq Avropadakı ən böyük və kültürlü mədəni şəhər Roma və yaxud da ki, bilindiyi üzrə London deyildi. Ərəb Endülüsünün paytaxtı Kordoba idi. Saraylar, böyük saraylar, parlaq yollar, qaldırımlı yollar, sonra öz küçələri işıqlandıran lampaları ilə, böyük binaları ilə və 700, yəni məscid vardı, cami, 300 hamam və tam təchizatlı kanalizasiya sistemi tam kapsamlı vardı. Ən əhəmiyyətlisi də miladdan sonra 970-ci illərdə təxminən tamamlanan və hardasa yarım milyon da kitaba sahib olan xalq kitabxanası idi ki, bu sadəcə 70 kitabxanadan birisi idi orada. Ən böyüyüdü daha doğrusu. Və dünyanın mücəvhəri adını daşıyırdı, mücəvhəri adlandırılırdı. Kordoba Fransadakı Pirenelərdən Orta Asiyadakı Pamir dağlarına, cənubda Hindistandakı İndus vadisinə qədər uzanan o ərəb dünyasındakı böyük elm mərkəzlərindən yalnızca biri idi. Yunan elminin, bilgəliyinin Avropanın bir çox yerində artıq etdiyi sırada Kordoba, Şam və Bağdaddakı ərəb elm adamları Yunan, Hind və Pers qaynaqlarından istifadə etdikləri bilgiyə əsaslanaraq astronomiyanı, riyaziyyat, tibb və fəlsəfə kimi sahələrdə müthiş irəliləyişlər əldə etmişdilər. Bu orta əsr, orta çağlar dövrü və s. kimi bölünmə var ki, bizim ən çox qaçdığımız bölünmədir. Bu bütün xalqlara, sivilizasiyalara aid etmək olmasa Avropanın, Qərb dünyasının bir tarixi bölünməsidir bu. Biz bunu İslam tarixində oxuyanda, Şərq tarixində oxuyanda, Türk tarixində oxuyanda görəcəyik. Gedişat tam fərqlidir. Hər xalqın özünə məxsus tarixdə getdiyi bir yol var. Tam fərqlidir. Yəni Avropa böyük bir qaranlıq çağa atlarkən, girərkən o İskəndəriyyə kimi kitabxananı məhv edir, ruhban sinifi və uzun bir zaman qaranlıq çağa üzünü çevirirkən Şərq dünyasında, Ərəb dünyasında böyük bir atılımlar olur. Yunan elmindəki o əldə etdiyi kitabları çevirirlər, tərcümə edirlər və onun üzərində inkişaf etdirirlər. Bunun kimi biz, yəni orta əsrlər dövrü dediyimizdə orta çağlar, qaranlıq orta çağlar dediyimizi bilməmiz lazımdır ki, bu bütün xalqlara, bütün sivilizasiyaya aid etmək olmaz. Və deməli, həmin Avropanın dediyimiz kimi qaranlıq çağına girdiyi dövrdə tam tərsinə Şərqdə böyük bir elm sahəsində böyük bir irəliləmə var idi. İndi isə tam tərsinə uzun bir zamandır, 2000 ildən çoxdur ki, Şərq tarixində elm adına böyük bir yəni irəliləmə yoxdur. Yenə elmin əlini verib qərb tərəfə dönüb. Və biz ümumiyyətlə
dediyim kimi astronomiya tarixini danışanda, bilim tarixini, elm tarixini danışanda, hətta dediyim kimi türk tarixini danışanda gedişatın fərqliliklərini görəcəyik. Və dedik ki, ərəblər fərqli sahələrdə astronomiya, riyaziyyat və fəlsəfə, tibb kimi sahələrdə müthiş irəliləyişlər əldə etmişlər. Mövzumuza yenə qayıdacaq olacaqsa, astrolog, cəbri və müasir sayma sistemini inkişaf etdirmişdilər. Həmçinin də deməli onlar bitkilərin anesteziyada istifadəsində ilə yanaşı, bunlar deməli Çindən alınan kompasla trigonometriya və dəniz xəritələrinə əsaslanaraq yeni dənizçilik üsullarını, texniklərini tapdılar. Və bir çox uğurlu bu əldə etdikləri nailiyyətlər arasında, uğurlar arasında yeni bir içki sahəsinə yol açan bir üsuldan, bir texnik də inkişaf etdirmişlər, məşhurlaşdırmışlar hətta. Damıtma texniki idi bu, distillə texnologiyası idi. Və bu mayenin komponentlərindən ayrılıb təmizlənmək üçün buxarlanması, sonra isə qatılaşdırılmasını tələb edən bu prosesin mənşəyi əslində kifayət qədər qədimdir. Şimali Mesopotamiyada biz bunu görürük. Miladdan öncə 4-cü minilliyə aid sadə bir damıtma distillə avadanlığına rastlanmışdır və daha sonra da mixi yazılı kitabələrdən anlaşılmışdır ki, bu avadanlıq parfüm hazırlanmasında istifadə olunur. Əslində parfüm tarixində danışmaq maraqlı olardı. Və Yunanlılar və Romalılar da bu texnologiyaya bələd idilər. Məsələn, Aristotel qaynayan duzlu suyun qatılaşdırılmış buxarının duzlu olmadığını qeyd edir və daha sonra da ancaq 8-ci əsrdə ərəb dünyasında və kimyanın atalarından biri olaraq sayılan ərəb elm adamı Cabir bin Xəyyan damıtma texnologiyasını davamlı bir formada şəraba tətbiq etdi. Bin Xəyyan imbik deyilən və təcrübələrdə şərabın və digər maddələrin damıtılmasında istifadə edilən daha inkişaf etmiş, təkmilləşmiş bir damıtma aygıt aparatı inkişaf etdirir, təkmilləşdirir və şərabı damıtmaq onu daha da sərtləşdirir. Çünki alkolun qaynanma dərəcəsi bilirsiniz ki 70 dərəcədir, suyunku isə 100 dərəcədir. Yəni alkolun qaynatma dərəcəsi suyunkundan daha aşağıdır və belə bunun üçün də şərab yavaş-yavaş isindikcə maye qaynamağa başlamadan daha öncə buxar üzə çıxmağa başlayır və alkolun qaynama nöqtəsi daha düşük, aşağı olduğu üçün bu buxarda qaynatılmadan öncəki o mayedə çox daha artıq alkol və çox daha az su olur. Və bu alkolla buxarı alıb qatılaşdırmaq şərabdan daha çox alkola sahib bir maye əmələ gətirir. Amma ki, bu maye saf alkoqol deyil. Çünki 100 dərəcə altında biraz su da və başqa maddələr də buxarlaşır bilirsiniz. Amma yenidən damıtılma ya da təmizlənmə yolu ilə alkoqol dərəcəsi artırıla bilər. Və kəşflər dövründə Avropalı dənizçi kaşiflər dünyanın hər tərəfində müstəmləkələr və arxasıca da imperatorluqlar qurunca distillə yolu ilə əldə edilmiş yeni içkilər də hakim olmağa başlayır. Distillə edilmiş içkilər alkoqolun dayanıqlı mal və yük olaraq az yer tutma səbəbilə gəmi ilə rahatlıqla daşına bilir və böyük bir istifadəçi kütləsi də tapmışdır həmçinin. Bu içkilər elə əhəmiyyətli iqtisadi mal halına gəlmişdir ki, vergiləndirilib kontrol edilmələri görəcəyik ki, böyük bir siyasi əhəmiyyət qazandı və tarixin gedişatını müəyyən edilməsində
böyük payı oldu, biz bunu görəcəyik. Şərabı ilk damıtan və içkiyə çox düşkün olmayan ərəb bilginlər əldə etdikləri nəticəni gündəlik içkidən çox simyasal bir komponent olaraq istifadə etdilər və yaxud da dərman olaraq gördülər. Ancaq distillə bilgisi xristian Avropaya yayılmağa başlayınca, haçan ki bu Avropanın içinə girir, damıtıq içkilər daha çox geniş bir istifadəyə başlanır. Daha geniş bir mənada istifadə edilməyə başlayır. Öncəliklə əvvəlcə bəli, möcüzəvi müalicə olaraq yayılmağa başlamışdır, sonra içkiyə dönüşmüşdür. İçki olaraq istifadəsi genişlənmişdir. Deməli, möcüzəvi müalicə olaraq necə yayılır, yayılmağından danışsaq, məsələn 1386-cı ildə Charles, tarixdə kötü Charles deyə bilinən Charles xəstələndiyində kraliyyət həkimi ona şərabın damıtılması ilə əldə edilən dərman verməyə qərar verirlər bu həkimləri və bu yeni metodu yoxlayan ilk Avropalılardan biri 12-ci əsrdə bunu ərəb mətnindən öyrənən İtalyan simyacı Mikhail Salernusdur. Saf və çox güclü şərabla 3 parça duzun qarışımı alışılmış qabda damıtılınca oda atıldığında alov alan bir maye halına gəlir, maye meydana gətirir deyə yazıb və Salernus bir neçə kəlməni, yəni şərab və duz məsələn, bunları şifrəli yazmışdır. Damıtılmış şərab yana bildiyi üçün yanan su mənasına gələn agua ardens deyilirdi. Əlbəttə, yanma ifadəsi burada daha çox həm də şərab içildiyində boğazda hiss edilən o acımsı duyğunu, acımsı hissi də ifadə edir. Ancaq az miqdarda da olsa agua ardens içməyə çalışanlar bəzən bitki istifadəsi ilə həll etdikləri bu ilk narahatçılığın tam da arxasıca hiss edilən o rahatlıq və dincliyin yanında əhəmiyyətsiz qaldığını görməyə başlayırlar. Yəni içdikləri zaman sonradan o əldə edilən rahatlığı görüncə öncəki o narahatlıq onlar üçün artıq bir məna ifadə etmir. Və şərab dərman olaraq geniş şəkildə istifadə edilirdi. Bu səbəblə qatılaşdırılmış və arıdılmış şərabın daha çox sağaldıcı gücə sahib olması məntiqli görünürdü. Zaten şərabın necə dərman olaraq istifadə edildiyini biz daha öncəki videodan görmüşdük. 13-cü əsrin sonlarında Avropanın hər tərəfində universitetlər, tibb məktəblərinin yaradılmağa başladığı bir dövrdə, tibb məktəblərinin, universitet və məktəblərin o baş qaldırdığı bir dövrdə damıtılmış şərab da latınca tibb mətnlərində möcüzəvi bir dərman, agua vita, həyat suyu olaraq alqışlanırdı. Və bu möhtəşəm yeni dərman içilə bildiyi kimi bədənin xəstə yerlərinə həmçində sürülə bilirdi. Aguavitacılar onun gəncliyi qoruduğuna, bəlləyi inkişaf etdirdiyinə və beyin, sinir, ekləm xəstəliklərini sağaltdıqlarına, ürəyi canlandırdığına, diş ağrısının dindirməyinə, korluğu və hətta danışma pozğunluğunun və hətta iflici sağaltdığına, hətta vəbadan qorunduğuna inanırdılar. Deməli, qısaca hər dərdə dərman olaraq görürdülər. Bu Charles dediyimiz, kötü Charles həkimləri də bu səbəblə Aguavitada qərar qılmışdılar. Şam işığında işləyən həkimlər o zaman bilirsiniz, deməli nə edirlər? Aguavitaya batırılmış çarşafı sarıb sarmalamışlar krala. Deməli, kral Aguavitaya batırılmış çarşafa sarıb sarmalayırlar və bu sehirli mayenin iflici sağaldacağına inanırdılar. Gəl gör ki, bir tərslik olur. Nə olur? Bu çarşaflar diqqətsiz bir xidmətçinin əlindəki o yanan
Şamla alışır və bir anda kral bir an alovlar içində qalır. Amma biz məsələdə var ki, xalq isə bunu ilahi ədalət olaraq adlandırır. Niyə? Çünki ən son qərarı kralın vergini anormal miqdarda artırmaq olmuşdur. 15-ci əsrin davamında isə biz damıtma bilgisi yayıldıqca, deməli, aquavita'da tibbi bir içki olmaqdan çıxıb bir əyləncə içkisinə döndüyünü, çevrildiyini görürük. Yeni bir icad Jonas Gutenberg'in 1430'larda təkmilləşdirdiyi mətbə bu prosesə dəstək olur. Eyni düşüncə bir neçə yüz öncə əlbəttə ki, Çinlilərin ağlına gəlmişdir, bunu deyəcəksiniz, bilirəm. Amma bu icad ən azından Avropalılar üçün yeni idi. Damıtılma ilə bağlı ilk nəşr edilmiş kitab Avstraliyalı həkim Michael Puff von Schirach tərəfindən yazıldı və 1478-ci ildə Habsburgda yayımlandı. O qədər populyar oldu ki, 1500 ilə qədər kitabın 14 nəşri artıq basılmışdı. Von Schirach'ın iddialarına görə hər səhər yarım qaşıq aquavita içmək xəstəlikləri dəf edə bilər. Hətta ölən bir adamın ağzına biraz aquavita tökmək ona son dəfə danışma gücü verə bilər. Ancaq aquavitanın bir çox insana cazib gəlməsinin səbəbi əlbəttə ki, sözdə tibbi yararları, faydaları deyildir. Təxmin etdiyiniz üzrə insanları tez və asan sərxoş etməsi idi. Bunu təxmin etmək çətin deyil. Və damıtıq içkilər şərabın qıt və bahalı olduğu Şimali Avropanın o soyuq iqlimlərində xüsusilə sevildi. Belə ki, damıtılaraq ilk dəfə yerli mallarla sərt alkoqollu içkilər hazırlamaq mümkün oldu. Aquavita'nın keltcə qarşılığı olan Huasca bugünkü viski sözünün kökənidir. Bu yeni içki sürətli şəkildə İrlandalı həyat tərzinin bir parçası oldu. Avropanın digər yerlərində aquavita'ya buoyant wine, yəni yanıq şərab deyildi. Bu ifadə Almancada brandy wine, İngiliscədə brandy wine ya da qısaca brandy şəklində istifadə edilməyə başladı, şəklini aldı. İnsanlar şərabı öz evlərində damıtmaya və bayramlarda hətta satışa çıxarmağa başladılar. Və bu vəziyyət o qədər yayılıb, hətta bir problem belə çıxarmağa başladı ki, 1496-cı ildə Alman şəhəri Nurembergdə açıqca qadağan edildi və yerli həkim insanların öz miqdarını bilməsi lazım olduğunu lazımdır deyə belə bir xəbərdarlıq etmə ehtiyacı görmüşdür. Bu yeni damıtıq içkilərin ortaya çıxışı tam da Avropalı kaşiflərin uzaq dəniz yollarını ilk dəfə aşıb şərqdə Afrikanın cənub ucuna çatdıqları və qərbdə də Atlantiki keçib yeni dünya ilə ilk əlaqə qurduqları zamanda baş verdi. Deməli, o zaman Portuqaliyalı, İspan və digər kaşiflərin əsas məqsədi bilirsiniz ki, baharat ticarəti üzərindəki o ərəb təkəlini aşmaq və bunun üçün də Hindistana gedən alternativ bir yol tapmaqdır. Bunun üçün də ərəblərin Avropaya soxduğu üslubları və trigonometrinin yanında bir də maqnitli pusula kimi yeniliklər mənimsəndi, xəritələr incələndi və s. Və nə qəribədir ki, Avropalı kaşiflər ərəblərin təmin etdiyi texnologiyanı istifadə edərək məqsədlərinə çatdılar. Atlantikdəki Madeira, Azor və Kanariya adalarının yenə də ərəblərin Avropaya tanıtdığı şəkərin istehsalı üçün
ideal yerlər olduğu məlum oldu. Ancaq şəkər qamışı yetişdirmək möhtəşəm bir miqdarda su və insan gücünə ehtiyac duyurdu. Ərəblər qərbə doğru yayıldıqları zamanda artıq şəkər qamışını işləmək üçün su dəyirmanına, İranlıların təkmilləşdirdiyi yeraltı su kəməri və su tulumbası kimi bir sıra sulama texnologiyasına və əmək təsərrüfü qənaətini təmin edən mexanizmaya, cihazlara malik idilər. Yenə də ərəb hakimliyi altında şəkər istehsalı əsasən Şərqi Afrikadan gətirilən kölələrə əsaslanırdı. Avropalılar xaçlı səfərlər zamanında ərəb şəkər plantasiyalarının çoxunu ələ keçirmişdilər və ancaq təcrübəsizdilər və istehsalı davam etdirmək üçün də daha çox insan gücünə ehtiyac vardı. 1440-larda Portuqizlilər Avropanın qərb sahillərini ticarət nöqtələrindən qara dərili kölələr nəql etməyə başladılar. Ən başda bu kölələr qaçırılırdı. Amma qısa zaman sonra Portuqaliyalılar Avropa malları qarşılığında Afrikalı tacirlərdən kölə satın almağa razı oldular. Və qismən dini səbəblərlə Roma zamanından bəri Avropada kütləvi köləlik görülməmişdi. Öyrəti hekayə bir xristianın başqa bir xristianı kölələşdirilməsini qadağan edirdi. Yeni bir kölə ticarətinə bu növ teolojik etirazlar bir sıra şübhəli mühakimə istifadə edərək üstündən keçildi, atlatıldı ya da görməzdən gəlindi. Başlanğıcda Avropalıların kölə satıb alıb xristianlaşdırmaqla onları o saxta İslam öyrətisindən, doktrindən qurtardıqları irəli sürüldü. Belə bir bəhanə uyduruldu. Amma sonra başqa bir iddia ortaya çıxdı. Bəzi teoloqlara görə demək, qaradəri Afrikalılar tam olaraq insan sayılmazdılar və bu səbəblə xristianlaşa bilməzdilər. İndi də bəzən bu nadanca tərbiyəsizcə edilən kəlmələr var. Bunlar tam insan deyil falan istifadəsi. Bunlar həmçinin bu ifadələr o zamandan gələn yansımalardır. Bunu da qeyd edim. Və dedik ki, deməli, bəzi teoloqlara görə qara dərili Afrikalılar tam olaraq insan sayılmazdı və bu səbəblə də xristianlaşa bilməzdilər. Amma kölələşdirilə bilərdilər, baxsan. Başqa quruma görə isə onlar Hamın uşaqları idi. Dolayısıyla kölələşdirmələri İncilə uyğundur. Bu sinsi, hiyləgər məntiq ən azından başlanğıcda çox qəbul görmədi, amma Atlantik adalarının uzaqlığı səbəbilə kölə əməyinin istifadəsi gözlərdən iraq tutula bildi. Gözdən görməyincə də çox da anlaşılmadı. 1500-cü ildə kölələri Madeirayı dünyanın ən böyük şəkər ixracatçısı halına gətirmişdir. Və bir neçə fabrik və 2000 kölə ilə bu bacarılmışdır. 1492-də Kolumbun deməli yeni dünyanı kəşf etməsindən sonra şəkər istehsalında kölə istifadəsi böyük miqyasda artdı. Kolumb bilirsiniz Hindistana qərbdən bir keçid axtarmışdır və ancaq Karayib adalarına gedib çıxmışdır. Hekayəni bilirsiniz. Adada baharat və ipək yoxdur gözləntilərin əksinə və ancaq Kolumb tam əminliklə adaların şəkər yetişdirməyə uyğun olduğunu elan etdi. 1493-də yeni dünyaya ikinci səfərində yanında Kanariya adalarından şəkər qamışı aldı. Çox keçmədən İspaniya idarəsindəki Karayib adalarında Portuqaliyalıların idarəsində olan o Cənubi Amerikada bugün Braziliya olaraq bilinən yerlərdə şəkər qamışı istehsalı başladı və yerli xalqı kölələşdirmə cəhdləri uğurlu olmadı.
köhnə dünya xəstəliklərinə dayana bilmədikləri üçün buna görə də müstəmləkəçilər birbaşa Afrikadan kölə ixal etməyə başladılar. 400 il ərzində Afrikadan yeni dünyaya təxminən 11 milyon kölə daşıdılar. Bu gerçək rəqəmləri göstərmir. Niyə? Bir də bu Afrika içlərindən ələ keçirilən kölələrin ən az yarısı daha sahilə çatmadan yolda öldüyü üçün bu rəqəm bu acı taleyə məruz qalanların hamısını ifadə etməz, bilirsiniz. 17-ci əsrdə İngilislər, fransızlar, hollandiyalılar Karablərdə deməli şəkər plantasiyaları qurunca bu ticarətdə damıtıq içkilər mərkəzi rol oynamağa başladı. Avropalılara kölə təşkil edən Afrikalı kölə tacirləri kölə qarşılığında tekstil, metal kasalar, testilər, bakır, lövhələr kimi bir sıra mal qəbul edirdilər. Ancaq ən çox tələb görən sərt alkoqollu içkilərdir və fərqli bölgələrdəki Afrikalılar kökləri o antik zamana qədər gedən xurma şərabını, bal likörünü və müxtəlif pivə növlərini bu kimi alkoqollu içkilər onsuz da içirdilər, bilirdilər. Ancaq Avropadan idxal edilən alkoqol böyük tələb görməyə başladı. Hətta Afrikanın müsəlman kəsimlərində belə. Kölə ticarətinin ilk günlərində Portuqal hakimliyindəykən Afrikalı kölə tüccarları sərt Portuqaliya şərablarını sevməyə başladı. 1510-da Portuqaliya səyyahı Valentin Fernandes Senegal bölgəsinə bir xalq olan Voloflar üçün şərablarımızdan böyük zövq alan əyyaşlar deyə yazırdı. Deməli, şərab istifadəyə yarar bir pul forması idi dedik, danışdıq. Ancaq Avropalı kölə tacirləri brendinin daha yaxşı olduğunu tez anladılar. Ümumiyyətlə biz pul tarixindən, pul formasına keçərkən bir neçə pul formaları vardı. Para pul formaları vardı. Bunlardan bir də maye halındaydı. Maye pul forması. Biz bunu çayda da görəcəyik, pivədə gördük, şərabda gördük. İndi də bu damıtıq viski kimi içkilərdə görürük. Eləcə də həmçinin də çayda da görəcəyik həmçinin. Və demək dedik, şərab kullanışlı istifadəyə yarar bir pul formasıdır. Ancaq Avropalı kölə tacirləri brendinin daha yaxşı olduğunu tez anladılar. Bir gəmidə rahatca depolanırdı, az yer tuturdu və yüksək alkol tərkibli olması onun bir də qoruyuculuğunu artırırdı və şəraba nisbətən də xarab olma ehtimalı da azdır. Afrikalılar üçün damıtıq içkilər dəyərli idi, çünki bildikləri daddan, pivə və xurma şərabından çox daha qatı idilər. Necə deyərlər, isti idilər. İdxal alkol içmək Afrikalı kölələr tacirlər arasında bir ayrıcalıq nişanı halına gəlmişdir. Və tekstil malları kölələrlə dəyişdirilən mallar arasında ən dəyərlisi idi, düzdür, amma alkoqol, xüsusilə də brendi ən etibarlısı idi. Deməli, hətta Afrikalı tacirlərlə bazarlığa başlamadan öncə çox miqdarda alkol hədiyyəsi vermə Avropalı arasında adət olmuşdu. Buna daşi və yaxud da bizi deyirdilər. Afrikalılar yetərli daşi hədiyyəsi almadan əsla iş görmədikləri qeyd edilir. Burada ticarətlə məşğul olmaq istəyənlər onların keyfinə uyğun davranmalıdırlar deyə Avropalı kölə tacirləri qeyd edirdilər. Brendi kölə ticarətində başqa tərəfdən də əhəmiyyət qazandı. Deməli, Avropa gəmilərinə mal daşıyan Afrikalı işçilərə brendi verilirdi. Həmçinin də kölələri gəmiyə yükləməyə gətirən o mühafizlara da, mühafizəçilərə də ödəniş olaraq brendi verilirdi. Brendi vasitəsilə ödənişlər olunurdu. Şəkər istehsalı sırasında ortaya çıxan posadan hazırlanan yeni bir sərt içki kəşf edildikdən sonra bu damıtıq içkilər kölələr və şəkərlər arasında əlaqələr daha da gücləndi. Bu yeni içki nə idi? Romdur.
Deməli, 1647-ci ildə Richard Ligon adlı bir İngilis Karayib adası Barbadosa gəlir. Uzaqdan bu adaya baxınca çox cəlbedici görsənir və bu adaya gəldiklərində tam tərsi olur. Yəni vəbanın ortasında tapmış olurlar özlərini. Və bunu anladıqlarında artıq keçdi və onların bütün planları pozulur. Adada bir neçə gün qalmağı planlaşdırmışlar, amma 3 il qalmalı oldular. Bu müddətdə ada ilə bağlı araşdırmalar edir və məlumat toplayır. Belə ki, ingilislər 1627-ci ildə Barbadosa gəldiklərində burada kimsə ilə qarşılaşmamışdılar. Burada tütün yetişdirməyə çalışıblar, ancaq Ligonun müşahidələrinə görə Barbados tütünü dünyada yetişən ən bərbad tütünmüş. Buna görə də yerləşimcilər Braziliyadan şəkər qamışı, donanım və uzmanlıq gətirdilər. Ligonun adada qaldığı müddətdə şəkər adanın ən əhəmiyyətli ürünü halına gəlmişdir. Şəkər sənayesi çox böyük miqyasda kölə əməyinə əsaslanırdı. Ligon pusulanın, yəni kompasın necə işlədiyini izah etdiyi qaradərili bir köləyə, deməli bir kölə ondan xristian olub olmayacağını soruşur. Niyə soruşur? Çünki xristian olunca yazıq istədiyi bütün bilgilərə sahib olacağını zənn edir. Burada da Ligon köləliyi haqlı göstərmək üçün dini bir məntiqə yönəldi. Deməli, Ligon bu istəyi kölənin əfəndisinə çatdırır və aldığı cavab budur ki, kölələrin xristianlığa dönmələri icazə verilməz. Çünki İngiltərənin qanunlarına görə bir xristianı kölə edə bilmərik. Xristian olmağına icazə verilən kölə azad edilməlidir. Bir kölənin də azad etmək isə düşünülə bilməzdi belə. Çünki bu qazanclı, karlı şəkər işinin olduğu yerdə qalması deməkdir. Və Barbados 10 il içində şəkər ticarətinə hakim olub, şəkər baronlarını yeni dünyanın ən zənginləri arasına soxmağı bacarmışdır. Barbadosdakı ziraatçılar həm də şəkər işinin yan məhsulu olan mayalanmanı və arxasıca da damıtıb sərt alkoqollu içki hazırlamağı da öyrəndilər. Portuqaliyalılar bu içkiyə şəkər qamışı brendisi deyirdilər. Şəkər qamışı brendisi melastan, şəkər üretiminin işə yaramayan atıklarından hazırlanırdı. Bu şəkər qamışı brendisinin çox daha ucuza və hətta istehsal edilən şəkər miqdarında hər hansı bir azalmağa yol açmadan hazırlanmağı mümkün edirdi. Barbadoslu ziraatçılar şəkərlərini həm yeyirdilər, həm də içirdilər, necə deyərlər. İt öldürən, köpək öldürən deyilən bu içki Ligona görə sonsuz dərəcədə sərtdir, ancaq dadı da xoş deyildi. İnsanlar onun həddindən artıq çox, lazımından da çox içirdilər. Belə də olduqları yerdə hətta sızıb qalırdılar. Bəlkə də buna görə də it öldürən deyiblər. Şərab və pivə idxalı bahalı idi və Avropadan nəqliyyat zamanı xarab ola bilərdi. Halbuki bu it öldürən, köpək öldürən yerində və çox miqdarda istehsal edilə bilirdi. Ligon adadan ayrıldıqdan sonra köpək öldürənə bugün bilinən adı verildi. İçkiyə niyə Rom adı verildiyi bilinmir, amma ağız dalaşı mənasına gələn o arqa söz olan rumbulyondan təsirlənmiş ola bilər. İnsanlar çox içincə nəticə elə rumbulyon kimi ola bilir. Bu çox keçmədən Rom bütün Karayiblərə və daha da ilərisinə yayılmışdır. Zəiflərin ayıldığı və itaatsizlərin uysallaşdığı tərbiyə işinin bir parçası olaraq yeni gələn kölələrə verilirdi. Və kölələrə daima rom verilirdi, bağımlı halə gətirilirdilər. Çünki həm onlardan istənilənlərə dayanmaları üçün, həm də istirablarını unutmaları üçün biz ümumiyyətlə mən bu videodan sonra bəlkə də seks və cəza videolarının davamını çəkəcəm. Orada bu kölələrin
istifadələrini, çəkdiyi acıların daha betərini görə biləcəyi, istəməsək də görəcəyik. Və rom bu kölələrə həm də həvəsləndirici məqsədlə də verilirdi. Siçan tutan ya da tatsız, pis, görülmək istənməyən işlərlə məşğul işləri görən kölələr ödül olaraq artıq onlara daha çox rom verilirdi. Plantasiya qeydlərinə görə kölələrə ildə 2 ya da 3 qalon, hətta 13 qaloncan rom verilirdi. Kölələr bunu istəyə bildikləri kimi həmçinin də qida ilə də dəyişdirə bilərdilər. Nəticədə rom əhəmiyyətli bir sosial kontrol vasitəsi olmuşdu. Dərman kimi də istifadə edilirmiş. Kölələr xəstələndiyində həkimlər bu içkidən verin, bir şey qalmazmış deyirmiş. Rom dənizçilər arasında da məşhurlaşdı. 1665-ci ildən etibarən Karayiblərdə kraliyyət donanması gəmilərində pivənin yerini aldı. Deməli, hətta sulandırılırdı da. Və hətta Amiral Edward Vernon Bed dadını dəyişmək üçün şəkər və limon suyu da qarışdırıb kokteyl icad etmişdir. İndi bilirsiniz, adətən bunu bu cür kokteylə içirlər və ona yaşlı Grognam deyirlər bu Edvarda və bu yeni içkinin də adı onun şərəfinə Grog adlandırılmışdır. Pivə yerinə Grogun istifadəsi 17-ci və 18-ci əsrdə dənizdə İngilis üstünlüyünün qurulmasına da rol oynadı. Necə? Deməli, o zaman dənizçilər arasında ölümlərin ana səbəblərindən biri iskorbut xəstəliyi idi ki, indi bunun qaynağı bilinir, əlbəttə C vitamini əksikliyi. 18-ci əsrdə bunun qarşısını almağın yolu daima limon və limonlu su içməkdir ki, bunu bəzən kəşf edildilər, bəzən unudurdular və Groga məcburi qatılan o limon suyu iskorbut vəkalarını böyük ölçüdə azaldırdı. Və pivədə C vitamini yoxdur, bilirsiniz. Həmçinin də şərabda da çox azdır və beləcə pivədən Groga keçid İngilis tayfalarını daha sağlam edirdi. Şərab içən fransız tayfanın vəziyyəti isə bunun tam tərsi idi. Qısaca nəticədə 1805-ci ildə İngilis donanması Trafalgarda fransız və İspan donanmasına qələbə çalmasına belə bu içki böyük rol oynamışdı. Hətta İngilis donanması limonçu adlandırılırdı. Buradan gəlir bu söz. Və gəl gör ki, rom daha yeni icad edildiyində bütün bunların olmağına daha çox vardı. Əhəmiyyəti daha çox pul kimi istifadəsindədir. İçkini, kölələri və şəkəri bir-birinə bağlayırdı. Rom kölə satın almaq üçün istifadə edilirdi. Bu zinciri indi baxaq. Deməli, kölələr şəkər istehsal edirdi. Şəkərin posasından da rom hazırlanıb daha çox kölə satın alına bilirdi. Bir növ bir zəncirvari halına gəlmişdi. Və rom kanoacılara və mühafizlara da ödənən pul olaraq brendinin yerini aldı. Brendi Atlantik ötəsinə şəkər və kölə ticarətinin sürətlənməsinə yardım etdi. Amma rom isə bu ticarəti özünü bəsləyən və çox daha karlı qazanc halına gətirilmiş, qazanclı bir iş halına gətirdi. Pivə olsun, şərab olsun, məhdud bölgənin məhsuludur, bilirsiniz. Hətta ticarəti də yenə də məhdud bir bölgədən mümkündür. Amma rom fərqli idi. Dünyanın fərqli yerlərindən gələn malzemələrin, məhsulların, insanların və texnologiyanın birləşməsinin bir nəticəsi və bir neçə qəribə tarixi günün məhsuluydu. Poloneziya qaynaqlı olan şəkər ərəblər Avropaya soxmuşdu. Kolumb Amerikaya götürmüşdü və Afrikalı kölələr tərəfindən də yetişdirilməkdə idi. Şəkərin posasından damıtılan rom yeni dünyada həm Avropalı müstəmləkəçilər, həm də kölələr tərəfindən tükətilirdi, istifadə edilməkdə idi.
Varlığını kəşflər çağının korsanlığına borclu olan bir içkidir. Ancaq Avropalıların uzun zaman bilərək görməzdən gəldikləri kölə ticarətinin zalımlığı olmadan varlığını davam etdirə bilməzdi. Rom 1-ci küləşmə dövrünün zəfərinin və basqıcılığının cisimləşməsi idi. Bilirsiniz, Amerikanın kəşfi ilə bağlı Avropanın niyyəti başqa olur, amma mənzili başqa olur. Hindistan deyə yola çıxılır və gedib yeni torpaqlara gedib çıxarılır və buradan da zeytun və meyvə kimi aralıq hövzəsi məhsulları təmin etmək istəyirlər, amma ki mümkün olmadığını görürlər. Hətta müstəmləkələrindən şərab və meyvə, duz, İranın və İtaliyanın ipəyini təmin etmə ümidindəydilər. Hətta Londondakı hamiləri buradan minerallar, madənlər və mücəffərlər tapmağı ümid edirdilər. Qısaca Amerikanın sürətlə qazanca çevrilə biləcək bir bolluq diyarı olmağı gözlənilirdi. Amma həqiqətin tam başqa olduğu məlum olur. Demək, Şimali Amerika iqliminin gözlənilmədən daha sərt olması, buradakı Aralıq dənizi hövzəsi məhsullarının və şəkər və banan kimi digər məhsulların ixal məhsullarının yetişməyəcəyi mənasına gəlirdi. Dəyərli madənlər və minerallar da, mücəvhərlər də yoxdur və hələ ipək işi tam uğursuzluqla nəticələnmişdi. 1607-ci ildə ilk İngilis müstəmləkələrinin quruluşundan sonraki o 10 illərdə müstəmləkəçilər həyatlarını torpaqdan təmin etməyə çalışınca bir çox çətinliklərlə qarşılaşdılar və xəstəliklərlə, qida qıtlığı ilə, daxili çatışmalarla, iç savaşlarla və hətta o torpaqlarına əl qoyduqları yerli qızıldərilərlə əlləşmək, daima savaşmaq və çatışmaq məcburiyyətində idilər. Bu problemlərin ortasında alkol tədarükünün təmin edilməsi də böyük bir əhəmiyyət qazandı. Gətirilən pivələr həm azdı, həm də standart altındaydı, həm də yolda xarab olunmuşdur. 1613-cü ildə İspan müşahidəçinin bildirdiyinə görə 300 sömürgəcinin sudan başqa heç bir içkisi yoxdur. Bu da ingilislərin təbiətinə tərsdir. Hamısı geri dönmək istədilər. Əslində onlara qalsa elə geri dönərdilər də. 1620-ci ildə artıq nüfus 3000-ə çıxmışdır, amma dəyişən heç bir şey yox idi. Tam olaraq onların əksik olan şeyləri içki idi. İqlim səbəbilə pivə üçün taxıl da yetişdirmək çətindir və yerləşimcilər İngiltərədən gələcək o ithal pivəyə güvənmək yerinə qarğıdaldan, ladin ağacından, ağcağac suyundan, qabaqdan və alma qabıqlarından öz pivələrini hazırlamağa başlayırlar. Çalışırlar daha doğrusu. Amma mümkün bu alınmır. Hətta şərab hazırlamağa da girişirlər. Avropa asmalarını əkməyə çalışdılar. Ancaq iqlim, xəstəlik və təcrübə yoxsulluğu səbəbilə uğursuz nəticələndi, uğursuz oldu. Və yerli üzümdən şərab hazırlamağa çalışdılar. O da iyrənc bir şey oldu, nəticəsi onda fiasko oldu. Nəticədə Virginiya müstəmləkəçiləri ticari tütüncülüyə yönəlməyə, şərab və brendi ilə birlikdə matlaşdırılmış arpanı Avropadan ithal etməyə qərar verirlər. Və gəl gör ki, 17-ci əsrdə artıq ikinci yarısında hətta Romun əlçatan olmağı hər şeyi dəyişdirdi. Rom brendidən çox daha ucuzdur, çünki bahalı üzüm yerinə şəkər posası, yəni mirasdan hazırlanır və Atlantik ötəsindən daşınmasına ehtiyac qalmırdı. Rom həm ucuzdur, həm də sərtdir. Qısa bir zamanda Şimali Amerika müstəmləkəcilərinin
favori içkisi oldu, sevimli içkisi oldu. Sıxıntılar həll olurdu beləcə. Həm rom qışın da bir növ o mərkəzi isitmə sistemi kimi idi və rom adətən yoxsulların sek olaraq içdiyi, imkanı olan tərəfindənsə özəllə hazırlanır o şəkər, su, limon və baharatla hazırlanmış punç şəklində içilirdi. Punç indiki o kokteylin öncüsü olmuşdur, atası olmuşdur deyək. Və müstəmləkəcilər müqavilə imzalayınca, yenə də təsərrüfat sahəsi satınca, bir sənəd imzalayınca, mal alqı-satqısında satın alınca və yaxud da bir məhkəmənin nəticələndiyi zaman rom içərdilər, dayardılar təbii belə deyək. Bir törəyə görə imzalanmadan öncə bir sözləşmədən cayan, vaz keçən şəxs təzminat olaraq yarım fıçı pivə ya da bir qalon rom vermək məcburiyyətində idi. Nə var ki, bu yeni ucuz və sərt içkinin ortaya çıxışı hər kəsi sevindirmədi, birmənalı qarşılanmadı. Demək, 1686-cı ildə Bostonlu vaiz 3-5 quruşa yoxsulların sərxoş olduqlarından şikayət edirdi. 17-ci əsrdən etibarən New Englandlı tacirlər rom yerinə xam melas idxal edib özləri damıtmaya başlayınca rom yeni bir sənayenin təməli oldu. Deməli, ən karlı mal halına gəldi və keyfiyyətindən çox miqdarı və ucuzluğu ilə məşhurdur. Rom o qədər ucuzdur ki, bəzən bir əməkçi bir günlük ücrəti ilə hətta bir həftə boyunca içki içə bilirdi. Romun bəslediyi biz inqilaba təsirini biz ona baxaq. Deməli, imalatçılar hazır bazar da tapdılar bu zaman və kölə tacirləri idi bunlar, bilirsiniz. Kölə tacirləri üçün rom Afrikanın qərb sahillərində kölə satın almada tərcih edilən o alkoqollu pul forması olmuşdu onlar üçün rom. Demək, hətta bunun üçün ekstra sərt bir rom emal etdilər. Gəl gör ki, böyüyən bu rom ticarəti İngilis şəkər adalarındakı plantasiyaçıların və onların Londondakı dəstəkçilərinin xoşuna gəlmir. Belə ki, New England imalatçılar miraslarını fransız şəkər adalarından ixal edirdilər, həm də ucuza. Və İngilis şəkər istehsalçıları Avropa şəkər bazarını da fransızlara kaptırmışdı, belə deyək. Fransızlar onların əlindən almışdı bu bazarı da. İngilis istehsalçılar dövlət müdaxiləsi çağırışını edir. 1733-cü ildə Londonda miras qanunu olaraq anılan yeni bir qanun çıxarıldı. Bu qanun xarici yeni fransız müstəmləkəcilərindən Şimali Amerika müstəmləkəcilərinə idxal edilən mirasa qoruma vergisi qoyurdu. Demək, məqsəd New Englandçı imalatçıları ixracatları vergiyə tabe olmayan İngilis şəkər adalarından miras almağa yönəltmək idi. Amma İngilis adaları tələbatı qarşılayacaq miqdarda miras istehsalından uzaq idilər və bütün ehtimallarda yenə də rom imalatçıları fransız mirasını üstün görürdülər. Qanunun tətbiq olunması imalatçıları həm qiymətin yüksəlişinə, həm də istehsalı qısmağa məcbur buraxacaqdı. Bu da əlbəttə ki, New Englandın ixracının deməli 80%-nin rom təşkil etdiyinə baxılırsa, onun rəfahının anidən durması deməkdir və hətta son verəcəkdir bunun rəfahına. Həm favori içkilərindən də məhrum qalmaq deməkdir bu. O sırada müstəmləkədəki o hər kişi başına, qadın, kişi, uşaq başına ildə təxminən 15 litr rom içilirdi. Buna görə emalatçılar qanuna uymayıb, hətta vəzifəli məmurlara rüşvət verərək Fransa adalarından qaçaq miras gətirməyə davam
etdilər. Gömrük məmurları İngiltərədən təyin olunurdu və bir çoxu da heç İngiltərədən çıxmırdı. Elə İngiltərədə qalıb müstəmləkələrdəki vəzifələrini orada pulla tutduqları şəxslərə etdirirdilər. Beləcə Romun 6da 5-i hardasa çoxu qaçaq romdan hazırlanırdı. 6da 5-indən çoxu qaçaq romdan hazırlanırdı və eyni zamanda Bostonda 1738-ci ildə rom emalatçılarının sayı 8-dən 63-ə çıxmışdı. Rom seçim kampaniyalarında da əhəmiyyətli rol oynamışdı. 1758-ci ildə George Washington Virginia Yerel Məclisi House of Burgessin seçimlərinə girdiyində kampaniya ekibi çalışanları 28 qalon rom, 50 qalon rom punçu, 34 qalon şərab, 46 qalon pivə və 2 qalon da alma şərabı paylamışdır. Demək, sadəcə 391 seçmənin olduğu yerdə. Miras qanunun tətbiq olunmaması qəzəb yaratmadığı mənasına gəlmirdi əlbəttə. Qanunu çıxarmaq İngilis hökuməti hesabına böyük bir qafdır və qaçaqçılığı sosial olaraq qəbul edilən vəziyyətə gətirərək ümumilikdə İngilis hüququna sayğını, hörməti azaltmışdı və həyati bir əmsal da yaratdı. Yəni ondan sonra sömürgəcilər öz görüşlərinə görə haqsız vergi qoyan başqa bir qanunlara da tabe olmama haqqını özlərində görmüşdülər. Nəticə olaraq miras qanununun uyğulanmaması, tətbiq olunmaması Amerikan müstəqilliyinə gedən yolda bir ilk addım idi. 1764-cü ildə şəkər qanununun çıxarılması ilə bərabər ikinci addım da atıldı. İngilislər vergiləri yarıya endirsə də toplanmasını təmin etmək üçün önəmli, əhəmiyyətli addımlar atmağa başladılar və gömrük məmurlarına artıq İngiltərədə qalıb işlərini oradan idarə etməklərinə icazə verilmirdi. Müstəmləkə valilərindən qanunları qərarlılıqla tətbiq edilməsini və qaçaqçıların tutulmasını istəndilər və kraliyyət donanmasına həmçinin Amerika sularında vergi toplanma icazəsi verdilər. Fransızlarla savaşdan bilirsiniz, düzdür, zəfər qazanmışdılar, ancaq böyük borc buraxmışdı bu zəfər. Bu savaş ingilislərin belinə böyük bir borc yükü buraxmışdı. Və bütün bu qanunlar ticarəti düzənləməkdən çox əslində gəlirləri artırma məqsədi idi və bu borcun da altına müstəmləkələrinin də ödənməsini istəyirdilər və bu yeni qanunlar əslində Amerikada heç bəyənilmədi. Rom emalatçıları ithal mallara boykot kampaniyasına yardım edir və yeni qanunlara müxaliflik edirdilər. Bir çox Amerikalı qanunları da təmsil etmədikləri uzaq bir parlamentə vergi ödəməyi də əslində ədalətsizlik sayırdı. Kampaniyaçılar rom emalatxanalarında toplanırdılar, qatılanlar rom, punç, pipo içərdilər, pendir və biskvit yeyirdilər. Şəkər qanunu, dalıyca da deməli 1765-də damğa vergisi və sonra 1767-ci ildə Tanşendin vergi qanunları, 1773-də isə çay qanunları bir-birini izlədi, arxa-arxaya gəlir və nəticədə vergi qanunlarını protesto məqsədli 3 gəmi çayın, bilirsiniz bu hekayəni, Boston limanına boşaltıldığı o 1773-cü ildə Boston Çay Partisi oldu. Çay devriminin başlanğıcı ilə bütünləşdirilən içki olmasına baxmayaraq, deməli 1775-ci ildəki devrimci savaşın, inqilab savaşın patlaq verməsinə götürən o 10 illərdə Romda bir o qədər əhəmiyyətli rol oynamışdır. Deməli, çarpışmalar başladıqdan sonra Rom 6 illik savaş boyunca Amerikalı əskərlərin tərcih etdiyi içki olmuşdur.
1780-ci ildə deməli şimal əyalətlərində ərzaq tədarükü mövzusunda George Washingtona yazan general Henry Knox Romun əhəmiyyətini xüsusilə vurğulamaqdadır. Sığır, donuz əti, çörək və undan başqa rom da unudulmamalıdır deyə bəhs edir. Belə yazır və bol təmin edilməsi üçün də bol təmin edilməsinin vacibliyini də vurğulayır həmçinin. İngiltərənin Amerikadakı müstəmləkələrindən uzaqlaşmasını başlatan rom və milas vergisi Roma ayrı bir inqilabi bir dad vermişdir, dad qatmışdır, devrimci bir dad qatmışdır. 1781-ci ildə ingilisləri təslim olmasından və Amerika Birləşmiş Ştatlarının qurulmasından illər sonra artıq ölkənin qurucu babalarından biri olaraq John Adams bir dostuna bunları yazırdı ki, milasın Amerikan müstəqilliyində əhəmiyyətli ünsuru olduğunu etiraf etməkdən niyə utanmağımız lazımdır, bilmirəm. Bir çox böyük hadisələr çox daha kiçik səbəblərin nəticəsi olmuşdur. Yəni, kiçik səbəblərdən böyük bir hadisələr doğmuşdur. Rom müstəmləkə dövrünün və Amerikan devriminin inqilabının içkisi idi. Amma gənc dövlətin vətəndaşı çox keçmir ki, Roma arxasını dönmüşdür. Başqa bir damıtıq distil edilmiş içkiyə üzünü çevirdi, yönəldi. Məskunlaşma şərq sahillərindən içə doğru, qərbə doğru hərəkət etdikcə mayalanmış dənəli taxıldan demək damıtılan viski içməyə yönəlməyə başladılar. Bunun da bir səbəbi bu idi ki, yerləşimcilər çoxu İskoçya və İrlanda mənşəli olmaqları və onların da taxıl damıtma təcrübəsinin olmaqları idi. Belə bir təcrübəyə sahib idilər. Və Romun xam malı milas tədarükü də savaş zamanı əlbəttə kəsilmişdi. Arpa, buğda, çovdar və qarğıdalı kimi taxılların sahilə yaxın bölgədə yerləşdirilməsi zordur, çətindir. Amma iç tərəflərə getdikcə daha asandır, iç tərəflərə daha asandır. Rom bir dəniz məhsulu idi, bəli. Sahil qəsəbələrdə dəniz yolu ilə idxal edilən melasdan hazırlanırdı. Amma melası iç tərəflərə daşımaq böyük bir xərc tələb edən bir şeydir, bahalı idi. Viski isə demək olar hər yerdə hazırlana bilirdi. Ayrıca vergiləndirə bilən ya da əngəllənə bilən idxal malzəməyə bağlı deyildi. Viski daha öncə Romun yerinə gətirdiyi vəzifələri üstləndi. Az yer tutan bir sərvət forması idi yenə. Viski qırsal bir pul olaraq işlənirdi. Yenə maye pul formasında duz, şəkər, dəmir, barut və mərmi kimi mallarla dəyişdirilirdi. Çiftlik işçilərinə verilirdi. Doğum və ölüm zamanı bu törənlərdə istifadə edilirdi. Hüquqi sənədlər imzalandığında içilirdi. Məhkəmələrdə juri üzvlərinə və siyasətçilər tərəfindən də seçicilərə verilirdi. Hətta din adamlarına da belə viski ödəmələri verilirdi. Buna görə də Amerika Birləşmiş Ştatları Maliyyə naziri Alexander Hamilton Amerika İstiqlal Savaşı sırasında alınan borcları ödəmək üçün pul tapmağın yollarını axtarmağa başlayınca demək nə edir? Damıtıq içkilərə federal bir tüketim vergisi qoymaq qərarına gətirir və bu vergini qoymağı uyğun bir seçim kimi görürdü. Tüketim vergisi pul gətirməyin yanında insanları çox içməkdən də çəkindirə bilər deyə düşünülmüşdür. Mart 1791-də damıtıq içkilərə vergi qanunu çıxarılır və bununla da qiyamət qopur. Dananın qopduğu yer burası olur. Demək, alkoqol vergisi satış nöqtəsində yox, birbaşa ümumilikdəykən tətbiq olunduğu üçün iç bölgələrdəki yerləşimcilər xüsusilə ədalətsizlik olaraq görürdü bunu. Daha satışa gəlib çıxmadan vergiləndirilmişdir. Özəl tüketim ya da takas üçün istifadə edilən viski də vergiyə tabidir həmçinin.
həmçində bir çox yerləşimci vergi təhsildarlarından və hökumət müdaxilələrindən qaçmaq üçün bilirsiniz Amerikaya gəlib çıxmışdır və yeni federal hökumətin yaxın zamanda dəf edilən İngilis hökumətindən yaxşı olmadığı nəticəsinə gəlib düşünülürdü və hətta hökumətindən daha yaxşı olmadığına şikayətlənilirdi belə deyək. Və yeni qanun yürürlüyə girincə, qanuna minincə bir çox çiftçi istənilən vergini ödəmək istəmədi əlbəttə. Vergi təhsildarlarına saldırmağa başladılar, vergi dəftərlərini oğurlayıb yırtırdılar, hətta atlarının əyərlərini alıb parçalanmağa başlamışdılar. Vergiyə qarşı çıxan çiftçi qrupları örgütlü dirənişi koordinasiya etməyə başladılar, koordinə etməyə başladılar və nə isə qarşı tərəf demək çatışmalar böyüyür. Vergiyə qarşı olanlar silahlı viski uşaqları adlandırılır və bu qrup da 500 nəfərə qədər böyüyür və qarşı tərəflə silahlı bir çatışmaya girişirlər. Qısaca desəm və qısa olaraq nəticəyə də deyim ki, demək bu çatışmada ölənlər olur. Viski uşaqlarının adı budur. Viski uşaqlarının liderliyinə vəkil olan David Bradford üstlənir və yerli xalqı dəstək olmağa çağırır. Bu ölümlərdən sonra bu dəstək çağırışından sonra təxminən 6000 nəfərlik insan toplanır və Bradford bu özü-özündən əmələ gələn böyük bir ordunun general-mayoru seçilir. Asilər bol içki, əskəri təlim və atış təlimləri arasında Amerika Birləşmiş Dövlətlərindən ayrılıb yeni bir müstəqil dövlət qurmağı müdafiə edən qərarlar alırlar. Hamilton tərəfindən iqna edilən, razı salınan George Washington 13.000 milis topladı və bu birlikləri federal hökumətin üstünlüyü göstərməyə göndərir, aldıqları içkilərlə fəsar bərabər. Nə var ki, üsyan onsuz da öz-özlüyündən çözülməyə başlamışdı, dağılırdı. Ordu yaxınlaşdıqca Bradford da qaçmışdı, tərəfdarları da artıq dağılmağa dağılmışdı. Amma gələn milislər etməli olduqlarından artığını etdilər. Hərəkatın sonunda federal əskərlər nəqd pulla bir viski alırlar. Çox viski alırlar, cümləni daha düzgün desəm və bu da Qərbi Pensilvaniyalı imbirikçilərə vergilərini ödəmək imkanını sağlamışdır. 20 nəfərlik asi qrup əslində tutulur, sözdə, yəni göstəriş üçün tutulur və təmsili olaraq Filadelfiyaya gətirilir, küçələrdə dolaşdırılır. Bir neçə ay həbsdə qalıb buraxılır, yəni bundan başqa bir cəza verilmir. İkisi isə ölümə məhkum edilsə də başqan tərəfindən bağışlanılır, əfv edilir və nəticədə alkol vergisi uğurlu olmadı və bir neçə il sonra qüvvədən qalxır onsuz da. Həm üsyan, həm də vergi uğursuzla nəticələndiyi halda isə baxmayaraq müstəqillikdən bəri həyata keçən ilk vergi protestosu olan vergi üsyanının bastırılması ABŞ tarixində müəyyən edici bir andı və federal hüququn göz ardı edilməyəcəyini güclü bir formada göstərmiş oldu. Üsyanın başarısızlığı, uğursuzluğu başqa bir içkinin ortaya çıxmasına yol açdı. İskoçyalı və İrlandalı asilər daha da qərbə köçmüşdülər, içə doğru köçməyə başlamışdılar. Orada çavdarla bərabər qağıdaldan da viski hazırlamağa başladılar. Bu yeni viskinin istehsalına ilk dəfə Bourbon County'də başlandı. Bu səbəblə də içki Bourbon olaraq anıldı. Yerli bir içki, yerli bir məhsuldur və də qağıdalının istifadəsi xüsusi bir dad vermişdir ona, içkiyə. Bu arada ömrünün son illərində George Washington'da bir viski imalatxanası qurmuşdur. Balacadan başlayıb böyütmüşdür hətta işi. Bu onun deməli ona bu fikri verən onun İskoçyalı kahyası ona belə bir fikir vermişdir. Bunu ona önərmişdir. Amma Washington'un viski imalatçısı olaraq
fəaliyyətləri Amerikanın başqa bir qurucu babasının, yəni Thomas Jeffersonun tutumunun tam əksinə idi. Thomas Jefferson viskiyə zəhər deyirdi. Viski zəhərini yerdən yerə vurub bu məşhur açıqlamasını ilə deyir ki, şərabın ucuz olduğu heç bir ölkə əyyaş deyildir və əziz şərabın genel içecek olaraq ateşli içkilərin ikaməsi olduğu heç bir ölkədə ayıq deyildir. Və Jefferson Amerikada şərab istehsalı üçün əlindən gələni edir və viski zəhərinin panzehri olaraq ithal şərabdan alınan verginin azaldılmasını müdafiə etmişdir. Ancaq çabası nəticəsiz qalmışdır. Şərab çox bahalı idi, daha az alkolü vardı. Yəni o bağımsızlıq, azadlıq verən, özü özünə yetərliklə bütünləşən o içki çağrışından yoxsul idi. Onun belə bir mesajı deyək, yox idi. Müstəmləkə dövrü boyunca alkollü içkilər demək sıxıntılardan, həm Avropalı sömürgəcilərin, müstəmləkəçilərin yaşadığı sıxıntılardan, həm də onların kölələrə və yerli xalqlara yaşatdığı sıxıntılardan qaçmağın bir yolu olmuşdur. Amerikadakı Avropalı sömürgəcilər kölələri satın almaq, onlara boyun əydirmək və kontrol etmək üçün alkol istifadəsi ilə yanaşı yerli qızıldərilərin damıtıq içkilərə göstərdiyi böyük marağı da şüurlu bir şəkildə istismar etmişdilər. Bu marağın kökü mübahisəli mövzudur. Ancaq alkoqolun digər o sanrı yaradan bitkilər kimi içənin ancaq tamamilə özündən keçməsi ilə çatdığı o fövqəladə təbii güclərə sahib olduğuna dair qızıldərilərin təxminlərindən o qaynaqlanmış kimi görünür. Yəni qızıldərililər bəzi bitkilərlə özlərindən keçirirlər və bununla da onlar fövqəladə təbii bir güc əldə etdiklərinə inanırdılar. Belə bir təxminləri var və bu sərt içkilər içincə də həmin yenə özündən keçmə hallar olur. Bununla onun bir-birindən əlaqələndirilmiş kimi görülə bilərdir. Qızıldərili o qəribə qəbilə şefləri sərt içki aşığı idilər. Yenə də sarxoş o qədər ki sərt içki aşığı olmağına baxmayaraq bu yetərincəyə qədər, yəni sarxoş olmağına bəs edəcəyi qədər içkiləri yox idisə, içmək istəməzdilər və bir qrupda hamının sarxoş olmağına bəs edəcəyi qədər içki yox idisə, yenə də bundan vaz keçirildi. Necə? Yəni bəlli bir şəxslərə içirdi, bir neçə şəxs yetəcək qədər olan, bəs edəcək qədər içki olmadan alkol daha az nəfər arasında paylaşdırılırdı. Digərləri isə tamaşa edirdi, cümləni tam belə quraq. Və bu tam sarxoşluqda israr tavrı, israr davranışı bəzi yerlilərin, Avropalıların bəzən şərabı Rom içkisinə tərcih etmələrinə təəccüblənmə səbəbi də izah edilə bilərdir. Və yaxud da izah edir elə. 1697-ci ildə müstəmləkəci ingilislərin çoxunun daha ucuz olan və insanı daha tez sarxoş edən rom yerinə daha bahalı olan şərabı almaqlarına təəccüblənirdilər deyə yazılmışdır. Qızıldərilərlə mal ya da torpaq alış-veriş edərkən bol miqdarda alkol verməyə diqqət edən Avropalılar bu adətləri istismar etdilər əlbəttə yenə. Bunun üçün ingilislərin kontrolündəki yerlərdə rom, fransızların bölgələrində isə brend istifadə edildi və İspanyolların Meksikaya damıtmanı soxmaları, Azteklərin avage bitkisinin mayalı suyundan hazırladıkları yüngül alkollü bir içki olan pulqenin damıtılmış bir növünün Meshakın inkişafına yol açdı. Pulqe günlük içki idi. Aztek savaşçıları, rahibləri və soyluları
seçkinlərin içkisi olan şokolad içirdilər əslində. Sonra Azteklər və digər yerlilər də pulqe yerinə demək mezcal içməyə, daha doğrusu bu sərt içkiyə bağımlı olmağa təşviq edildilər. 1786-cı ildə Meksika valisi yerlilərin içkiyə düşkünlüyünün onların müstəmləkə gücünə necə bağımlı etdiyini nümunə göstərərək bunu şimaldakı Apaçilər üzərində də sınamağı ilə irəli sürülmüşdür. Və damıtıq içkilər, alovlu silahlarla və yoluxucu xəstəliklərlə birlikdə qədim dünya sakinlərinin özlərini yeni dünya hakimləri olaraq qəbul etmələrinə yardım edərək müasir dünyanın formalaşmasında dəstək oldular. Alkollü içkilər milyonlarca insanın kölələşdirilməsində və yerindən edilməsində, yeni ölkələrin qurulmasında və yerli kültürlərə boyun əydirilməsində rol oynamışdır. Bu utanc verici mirasın daha sevimli yansıması bugün də varlığını sürdürür əslində. Yəni vergidən azad bir şüşə içkini əl çantasına atan o təyyarə sərnişinləri uzun səyahətdə xarab olmayan və az yer tutan bir alkol forması üçün bunu edirlər. Vergidən azad içki satın alanlar tükətim vergisindən qaçmaq arzusuyla da həmin o rom ulaqlarının, viski uşaqlarının qurulu düzənə qarşı ənənəsini davam etdirirlər. Bugün bizim o təyyarə havalanlarında, hava limanlarında vergidən azad bölgədən içki və yaxud da digər şeyləri almaqlarımızın bunun bir yansıması kimi də görmək olar. Belə, ümid edirəm bəyəndiniz. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun.